Hər birini salamlayıram əziz izləyicilər. Bugün mən sizlərlə Elsəvər Vəliyevin 4-5-ci sinif kitabından liseyə qəbul sınavı 14-cü izahını paylaşacağım. Deməli, bu sualımızda, birinci sualımızla başlayaq. Birinci sualımızda deyir ki, aşağıdakı bərabərlikdə iki rəqəmli ədədlərin cəmi verilmişdir. Bu simvolların yerinə müxtəlif rəqəmlər yazılacaqdır. Yəni, iki simvol eyni ədədi ifadə edə bilməz. Buna görə də bizə aşağıda verilən ifadənin cavabını istəyir. Biz bunu tapmaq üçün ən kiçik cəmin ən az olması üçün mən burada işarələrimizə ən az rəqəmlər qoymalıyım. Yəni, buraya qoyacağım 0, buraya qoyacağım 4. Deməli, burada da 60 çıxılsın 34 bizə verəcək 26 cəmini. Yəni, variant olaraq A variantı düzgün cavabımız olacaq. İkinci sualda deyir, rəqəmləri cəmi 10 olan iki rəqəmli natural ədəddən 5-ə iki rəqəmli natural ədədlərin 5-ə bölünməsindən alına bilən qalıqların, yəni müxtəlif qalıqların cəmini tapın. Deməli, bu hissədə rəqəmləri cəmi 10 edən hansı ədədlərimiz var? 19 var, 28 var, 37 var, 46 var. Bunların hamısı 46 var və 64 var, 55 var. Düzdürmü? Yəni, bu şəkildə yazanda 55-i təbii ki götürmürük. Çünki 55 5-ə tam bölünür. 64-ü 5-ə böləndə qalıqda 4. 46-yı 5-ə böləndə qalıqda 1. 37-yi 5-ə böləndə qalıqda 2. 28-i 5-ə böləndə qalıqda 3. 19-u 5-ə böləndə qalıqda 4 eləyəcək. Yəni, burada bizə fərqli olaraq qalıqlarımız 1, 2, 3, 4 formasındadır. Bunların da cəmi bizə verəcək 10 A variantını. Sadəcə bizdə neçə qalıq var və yaxud da alınan qalıqların cəmini tapın demir. Neçə dənə deyir, müxtəlif qalıq var. Üçüncü sualda deyir ki, dairəvi pizzanı diametrlər boyunca kəsərək 64 hissəyə bölmək üçün neçə dəfə kəsmək lazımdır? Biz bilirik ki, bir kəsim zamanı 2 hissəyə bölünürsə, 64 hissəyə bölmək üçün isə 32 dəfə kəsmək kifayətdir. Dördüncü sual deyir ki, 1, 6, 3, 0 rəqəmlərini istifadə etməklə 400-dən kiçik rəqəmləri müxtəlif neçə natural ədəd yazmaq olar? Burada 400-dən kiçik sadəcə olaraq 12 dənə ədədimizi yazmaq mümkündür. Cavab olaraq səhv eləmirəmsə 24 verilib, amma hesablayanda, yazanda bir-bir rəqəmlər 400-dən kiçik rəqəmlər, ümumi 400-dən böyük rəqəmlər olsa, bəli, ola bilərdi. Amma 400-dən kiçik ədədlərimizi soruşursa, 12 cavabını yazmışıq. PDF hissəsində var. PDF hissəsində sizlərlə həmin o hissələri tanış eləyə bilərik. Sadəcə olaraq PDF-i əldə etmək üçün bizim qruplarımıza qoşula bilərsiniz. Hansı ki, bu kitabın izah qrupu videolar artıq bir həftə içərisində yüklənib bitirmiş olacaq. İnşallah gələn həftəyə bu kitabı tamamlayarıq və bu şəkildə yaza bilərsiniz. 5-ci sualda deyir ki, 19-dan başlayaraq 99-a qədər 19 və 99 daxil olmaqla hər saniyəyə bir ədəd saysaq, ümumi nə qədər vaxt lazım olacaq? 19-dan 99-a qədər neçə dənə ədəd olduğunu tapmaq üçün 99-dan 19 çıxırıq. Eləyəcək 80. 80-in üzərinə də bir gəlirəm eləyir 81. Yəni 19-dan 99-a qədər 81 ədəd varsa, 81 də saniyə var. 81 saniyəmiz də bizim 1 saat 21 saniyə eləyəcək. 1 dəqiqə 21 saniyə eləyəcək. O da C variantıdır. 6-cı sualda deyir ki, şəkildəki ip 40 cm uzunluğundadır. İp bərabər uzunluqda hissələrə qatlandıqdan sonra bunlar bərabərdirsə hissələrini sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə. 10 dənədirsə deməli bir ipin uzunluğu 4 cm-dir. AB hissəsinin uzunluğunu tapın. B hissəsi bura qədər gəlirsə 4, 8, 12. A hissəsi 4, 8 və bunlar 12 ilə 8-in də ümumi cəmi eləyəcək 20 A variantı.
7-ci sual. 7-ci sualda deyir ki, çevrənin üzərində 4 müxtəlif nöqtə var. 4 müxtəlif nöqtə var. Bu nöqtələri cüt-cüt birləşdirmək üçün ən çox neçə fərqli düz xətt çəkmək olar? Cüt-cüt birləşdirmək üçün mən bura ən çox 4 dənə xətt çəkməliyəm. B bəndi. 8-ci sual. Cəmi 52 olan 4 müxtəlif tək ədəd üçün aşağıdakılar məlumdur. Bu ədədlərdən ən kiçik ikisinin cəmi 20-dir. Mən buraya yazıram ki, 9 ilə 11. Bu ədədlərdən ən böyüyü 19-dur, 19. 11 üstə 19 gələndə neçə eləyəcək? 11 üstə 19 gələndə eləyəcək 30, 39. 39-dan da 52-yə 39, 52, 11 yazmışdıq. 4 müxtəlif tək ədəd üçün aşağıdakılar məlumdur. Bu ədədlərdən ən kiçik ikisinin cəmi 20-dir. Ən kiçik ikisinin cəmi 20-dir. 9 ilə 11. 11 üstə 19 gələndə 0, 3, 39-un üzərində 39, 52-dən 39 çıxanda burada qalacaq 13. Deməli, ədədlərimiz nədir? 9, 11, 13 və 19. Buna görə də ədədlərdən ən kiçiyi hansıdır? 9, D variantı. 9-cu sual. Ardıcıl 7 natural ədədin cəmi 119-dur. Bu ədədlərdən ilk 4-ünün cəmini tapın. 7 natural ədədin cəmi 119'dursa, bunun birini götürüm mən. Bunun birini 20'dən başlasaq götürsək, 20 dəfə 7 eləməyəcək. Ondan başlasaq, 7 dənə ədədin cəmi 9 eləməlidir. 119 eləməlidir daha doğrusu. Neçədən başlayaq? İlk 4-ün cəmi neçədir? Mən başlayıram. 119'u 7'ye bölü neçə düşür? 1, 49, 19. 19'dan başlayaq. 19, 20, 21, 22, 23, 24, 2, 4, 6, 25. Düzdürmü? Natural ədədin cəmi 119'dur. Ardıcıl demədi. Bu ədədlərdən ilk 4'ün cəmini. 3, 43, 63 yox. Böyük ədədlərdir. Bunlar bizə böyükdülər. Və deməli, ardıcıl 7 natural ədədin cəmi 119'dursa, ardıcıl 7 natural ədədin cəmi. Mən bunu niyə belə yazıram ki? Mən yazıram n plus 1. Bax, ardıcıl ədədlər n plus 1, n plus 2, n plus 3, 7'yə qədər davam edir. 7 dənə ədədsə 7'nin üstə gələk. 1-dən 7'yə qədər ədədlərin cəmi neçə eləyirdi? 1-dən 7'yə qədər. 1, 2, 3, 4, 5, 6, 7. 3, 6, 10, 15, 21, 28. Üstə gələk 28 bərabər 119'a. 7'ni tapmaq üçün 7'nin bərabər 119'u 119'dan 28 çıxaram. 1, 91. N də bərabərdir 10, 13'e. Düzmü deyirəm? 13'e. 13'ten başlayıramsa 13, 14, 15, 16. İlk 4'ünün cəmini soruşur. 13'ün üstə 14 gələndə 27, 15 gələndə ardıcıl. 42. 43'ün üzerine de 16 gəlir, eləyəcək 58. 16 mı eləyir? Neyse yazdım. 3, bir de yadda 4. 13, 14, 27, 15. Bir yadda 3, 4, 42'ün üstədə 16 gələndə 8, 58 cavabımız yoxdur. İlk 4'ünün 1, 2, 3, 4'ün cəmi tapdıq. Bəlkə buradan digərində nəyisə səhv eləmişik. 1, 11'dən 2 çıxanda 9. 91'i 7'ye böləndə 1, 7, 21'in 13. Düzdür.
En 13'dürsə 13, 14, 15, 16. 13, 14, 15, 16. İlk dördün cəmini istəyir. 27, 15 gələndə 2, 1 yadda, 3, 42, 16 gələndə 58. Bəli, cavab kəsinliklə 58-dir. Variantda verməyə bilərlər. 10-cu sual. 4 ayrı qəsəbədə 56, 47, 68 və 73 alma var. Səbətdə, qəsəbədə nə idi? Bu səbətlərdəki alma saylarını bərabər vəziyyətə gətirmək üçün ən az neçə almanın səbətlər arasında yerini dəyişmək lazımdır. Baxın, ilk öncə bunların ədədi ortasını tapaq görək. Bunların ədədi ortası nədir? Deməli, bunu tapmaq üçün biz nə edirik? 56, 56, üstə gəlirik 47-ni, üstə gəlirik. 56, üstə gələk 47, üstə gələk 68, üstə gələk 73. 244 cəmi alınır və bunlar neçə nəfərdilər? Bölürük 4-ə. 244 bölürəm 4-ə 61 eləyəcək. 61-dirsə, hər birini 61-ə gətirmək üçün nə etməliyəm? Baxın, bu hissələrdə yazırsınız 56, 47, 68 və burada 73. Hər birini 61-ə gətirmək üçün, yəni ədədi ortası 61-dir. 61-ə gətirmək üçün 78-dən 56-dan nə qədər çıxmır? 78-dən 5-ini bura verdim. Bura oldu 61, bura qaldı 73-dən 5 çıxanda neçə qalır? 68, düzdürmü? 68 qalır. Bura 65-dir. 47, 61 olması üçün neçəsini vermək lazımdır? Buradan 7-sini versəm, bu olacaq 61, bu olacaq 61. Deməli, 5, 7. 12 dənə biri verir. 12 dənə bir nəfər verdi. Alma. 73 olan. Deməli, burada da neçə dənəsini verdi? 5, 7 dənəsini verirsə, özündə 61 qaldı. 47 üstə 7 gəndə 54, 61 olması üçün 7 dənəsi lazımdır. Düzdürmü? 7 dənəsi lazımdır. 7 dənəsini də bura verir. Olacaq 61. Deməli, 14, 19 dənəsi yerini dəyişməlidir. Bu şəkildə. Sonra 10-cu sual. 11-ci sual. 11-ci sualda deyir ki, Rüfətin kassada 500 manat pulu var idi. O hər gün may ayının hər günə uyğun qədər pulu kassadan götürmək istəyir. Məsələn, 5 mayda 5 manat, 12 mayda 12 manat. May ayının sonunda 31 gün. Rüfət kassada neçə manat pulu qalacaq? Bax, 31-ə qədər də. Elə bir ümumi 500 manat pulumuz var. Gündə də 31-ə qədər cəm çıxır. 31-ci gündə nə qədər pul qalmış olacaq? 31-ə yazmırıq. 1-dən 30-a qədər cəmlər, 1-dən 10-a qədər cəmimiz 55 eləyir. Düzdürmü? 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. 11-dən 20-yə qədər də 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 45 burada. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 90 plus 20 bərabərdir. 45-in üstə 90 gələndə 135, 20 də gələndə 155. Yəni 1-dən 20-yə qədər ədəddə 155-dir. Düzdürmü? Deməli, 1-dən 10-a qədər də 55-dir. İndi 21-dən 30-a qədər olan saysaq 22, 23, 24, 25, 26, 27, 28, 29, 30. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 182, 20-yi vururam 90-a. Eləcək 180, üstə gələk 55. Eləcək 55. Plus da ki 30-u da saymamışam. Plus 30. Bərabər 180-in üzərinə 55 gələndə 5 13 bir yadda 235, 30 olanda 265. Düzdürmü? 265
Çıxılsın. Aha. Sonra hə 31-i hesablamadık da, hə. 155 0 1 110 manat, 110 manat pulu qalır. 110-u da neçə bölürük? Neyse səhv yazdım. Yox. 110 nədir? Bunları toplayırıq. 265 budur. 155 budur. Bax. 265 1-dən 20-yə, 11-dən 20-yə qədər olan ədədlərdir. Yox, 21-dən 30-a qədər. 11-dən 20-yə qədər olan ədədlərin cəmi 155-dir. Bunları toplayıram. 0, 11, 12, 1 yadda. 420. 420 üstə də 1-dən 10-a qədər 55-i gəlirəm. 5, 7, 475. İndi 475-dən də deyir ki, bir dənə düz hesablayaq. Üstə gəlirəm. 5, 7, 475. Düzdür. 500-dən də 475 çıxanda 5, 25. Çox niyə düz gəlmədi bə? Götürmək istəyir. Bax, birinci gündən 10-cu günə qədər 55 manat götürür. 11-ci gündən 20-ci günə qədər 155 manat götürür. 0, 10, 1 yadda 2, 210 manat götürdü mü? Sonra elə bil, ayın 21-dən 30-una qədər də 31 də hesablayırıq. 35 3 230 230 265 düzdür. 31 də hesablasaq 475-in üzərinə 31 gəlsəm 6 0 506 neçə manat pulu qalacaq? 5-6 manat pulu qalacaq B variantı. Yəni bunları götürdüklərini 1-dən 31-ə qədər ədədləri topladım və 500 manatı çıxdım, elədi 6. 12-ci sualımız deyir ki, 50-nin kalkulyatoru səhv işləyir. Yəni A plus B əvəzinə A vuraq B, çıxaq B əvəzinə isə A bölək B hesablayır. İndi biz nə edirik burada? Deməli, toplama əvəzinə vurma yazır. Baxın, burada qeyd edirəm. Toplama əvəzinə vurma yazır. Çıxma əvəzinə bölmə yazır. İndi bunu qısaldaq. Toplama əvəzinə vurma yazırsa 3 dəfə 6 18. Düzdürmü? Çıxma əvəzinə bölmə yazırsa 36-yı 18-ə böldü 2. 2 ilə də 5-in toplama əvəzinə vurmadırsa 2 dəfə də 5 10 eləyir. Olacaq B variantı. 13-cü sual. Ardıcıl ilk 200 cüt ədədin ən böyüyü ilə ən kiçiyinin fərqi neçədir? 200 cüt ədədin ən böyüyü ilə ən kiçiyinin fərqi neçədir? Ardıcıl 200 böyük cüt ədədin 200 vurulsun 100 bölək 2. İlk 200 cüt ədədin ən böyüyünün hasili ən böyüyünün ən kiçiyinin fərqi deyir. 200 cüt ədəddirsə 1-dən 100-ə qədər neçə dənə cüt ədəd var? Gəlin onu tapaq. 1-dən 100-ə qədər neçə dənə cüt ədəd var? Buradan qeyd edək. 2, 4, 6, 8, 10,
12, 14, 16, 18, 20, 22, 24, 26, 28, 30, 32, 34, 36, 38, 40, 42, 44, 46, 48, 50, 1, 2, 3, 4, 5, 50 yazdıq, 66, 77, 88, 99, çox, ardıcıl ən böyük, ardıcıl 200 cüt naturallerin ən böyük. Hər bir 100'ü tapaq. Ən böyüyün ən kiçiyin fərqi. Bu barədə ağlıma heç nə gəlmədi. Amma yazmışıq bu hissədə. Deməli, fərqi neçədir? Buna yenə qayıdarıq. 14-cü sualda deyir ki, kitabın səhifələrinin ömrələnməsi zamanı 195 rəqəm istifadə olunmuşdur. Ümumilikdə neçə sıfır istifadə olunub? 195'e qədər nə qədər sıfır istifadə olunub? 10, 20, 30, 40, 50, 60, 70, 80, 90, 100. Düzdürmü? 1'dən 100'ə qədər 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 dənə istifadə olunub. Hı-hı. 195 dənə, 195 dənə rəqəm deyir. 195 dənə rəqəm deyirsə 195'i 2'yə bölürük. Eləyəcək 9. 9, 18, 18, 1, 5, 7, 97. Fərz eləyək 97-ci səhifə, 96, 97-ci səhifə hissələndədir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 A bəndi olacaq. Sonra 15-ci sual. 15-ci sualda deyir ki, xəttkeş istehsal olunarkən səhvliklə 10 cm xəttkeşlər 9 cm olaraq istehsal edilmişdir. Lakin xəttkeşlərin üzərində 1-dən 10'a qədər ədədlər eyni məsafələrlə yazılmışdır. Cavab bu xəttkeşlərdən biri ilə düzbucaqlığın sahəsini hesablamaq istəyir. O düzbucaqlığın tərəflərini ölçür və nəticədə 20 cm və 30 cm ölçülər əldə edir. Yəni bir hərəsində 1 cm xətamız var. Geri olmalıdır. İstehsal edilmiştir. Birisi irəli olmalıdır. 20 isə olmalıdır. Dəqiq 21, 31, 1, 2, 3, 2, 1, 5, 200. Sahə deyir 21, 31. Nə deyir burada? Deyir ki, xəttkeşlər istehsal olunarkən səhvliklə 10 cm-lik xəttkeşlər 9 cm olaraq istehsal edilmişdir. Lakin xəttkeşlərin üzərində 1-dən 10'a qədər ədədlər eyni məsafədə yazılmışdır. Sahəsini hesaplamaq istəyir. Bura bu xəttkeşlərdən biri ilə düzbucağın sahəsini hesaplamaq istəyir. O düzbucağın tərəflərini ölçür. Deməli 10 cm yazılıb. 9 cm olmalı. Yəni aralarında 1 cm xəta var. Ölçür 20'dirsə deməli bu 19 cm-dir. 30'dirsə bu da 29 cm-dir. Düzdürmü? Bu düzbucağın sahəsi həqiqətdə neçədir? 21, 31. Bu şəkildə sahə yox. Digərini isə 30 cm ölçürlər. Bu düzbucağın sahəsi həqiqətən 2 kvadrat santimetrdir. 9 cm olmalıdırsa 9 cm ilə ölçürsə 20 cm. Buna qədər 28 yazılmışdır.